Əziz və dəyərli izləyicilərim, bax bunu görüb yanından keçmişdim, amma dedim bunu sizə də çəkib göstərim. Demək Allah Taala bir şey istəyirsə, onu eləyir. Siz təsəvvür edin, bu ağacın gövdəsinin yarısı yox, orası yox. Demək bu kol armud ağacıdır, 100% əminəm adım kimi. Bu ağac həyatda durur. Yəni heç vaxt nədənsə üzülüb özünüzü üzməyin əzizlərim. Əgər Allah Taala istəyirsə, o olacaq. Olmayacaqsa olmayacaq. Sağ olun, sağlıqla qal mənim əzizlərim. Qubanın şəlalə olan haraydı ora? Yadımdan çıxdı. Nəysə, getdik şəlaləyə, paylaşanda adını da yazarıq, baxarsınız. Cənnətə siz də gəlin əzizlərim. Afusar idi, neysə belə. Ömür qısadır, gün qısadır. Gəlin siz də belə gözəl təbiət qoyununda. Yorğunluqdan Allah yadımdan çıxdı. Baxın ağacın içində görsədək.